Əziz altıncılar, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri. 6-cı sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz 1.1 natural ədədin qüvvəti. 5-ci sinifdə qüvvət haqqında ilkin məlumatımız var. Qüvvət nədir? Gəlin açar sözlərdə qüvvət haqqında deyilən fikirlərə baxaq. Açar sözdə qüvvət yazılıb. Qüvvət nədir? Qüvvət eyni vuruğun təkrar vurulmasıdır. Yəni hər hansı bir vuruq təkrar vurulursa, məsələn 5-i götürək, 3 dəfə ardıcıl vurulur deyək. 5 vurulsun, 5 vurulsun, 5. Bunu qüvvət şəklində yazmış oluruq. Yəni ki, qısa şəkildə yazmış oluruq. Bu zaman biz 5-i yazırıq. Bu qüvvətin əsasıdır. Bax görürsüz, burada qüvvətin əsası deyilir. Qüvvətin əsasıdır. Üstündə isə, yəni yuxarı hissəsində bir qədər kiçik şəkildə bunun yəni neçə dəfə bir-birinə vurulduğunu yazmış olur ki, o da qüvvətin üstü və ya qüvvətin dərəcəsi və ya neçənci dərəcəsi olduğunu yazmış olur ki, 3 dəfə vurmuşuq, 3-cü dərəcəsi. Yəni bu 2 olarsa, 3 olarsa bunu oxuyarkən 5-in kubu və yaxud da ki 5-in kvadratı kimi də oxuyuruq. Daha çox olarsa o zaman məsələn deyək ki 4 dəfə vurmuş olsaydıq, 4 dəfə 5-i vursaydıq, bu olacaqdı 5 üstü 4 kimi oxumuş olardıq bunu. Deməli, qüvvət haqqında artıq məlumatımız var. Qüvvətə yüksəltmə deyəndə də, yəni eyni ədədi dəfələrlə vurmaq deməkdir ki, yəni qüvvətin qiymətinin tapılması, yəni o hasilin tapılması, eyni ədədi bir neçə dəfə bir-birinə vururuq. Sonda hasilin tapılması qüvvətə yüksəltmədir. Artıq nəticə əldə etdikdən sonra qüvvətə yüksəltmə kimi qeyd etmiş oluruq. Kitabınızda da yəni bu haqqda məlumat var. Bəzən yanlışlıq etmiş olurlar ki, məsələn götürüb məsələn 6 üstü 4 olanda elə bilər ki, 6-nı 4-ə vurmuş oluruq. Yəni bu şəkildə hesablama yoxdur. Yəni bunu da biləsiniz ki, bu o deməkdir ki, 6 4 dəfə özünə vurulmuş olacaq. Yəni 6-nın 4 dəfə özünə vurulmasıdır bu. Bunu başa düşməyiniz çox vacibdir. Sizin kitabınızda qüvvət haqqında, qüvvətin, yəni mən danışdıqlarım haqqında məlumatlar verilib. Tapşırıqların izahında da zaten bu haqda danışacağam. Bir də fikirləş bölümünə baxırıq. Yazır ki, 1-in istənilən qüvvəti 1-ə bərabər. Bəli, 1-i neçə dəfə özünə vursaq, zaten 1 alınmış olacaq. O səbəbdən də yəni 1-in yəni 1 üstü n yazıb, yəni üstündə neçə olması önəmli deyil. 1-in üstündə 1 üstü 1000 də olsa cavab 1 olmuş olacaq. Yəni bu şəkildə. Gəlin keçək tapşırıqlara. Tapşırıq 1-də yazır ki, 4 üstü 7 qüvvətini hesablamaq üçün uyğun ifadəni müəyyən edin. Birincisi 4 vurulsun 7, xeyr. 4 üstü 7 nə deməkdir? 4-ü 7 dəfə özünə vurmaq lazımdır. Yəni 7 dəfə ardıcıl 4 vurulsun, 4 vurulsun, 4 vurulsun, 4 yazılmaq lazımdır ki, bu birincisi deyil. İkincisi 7 üstü 4 kimi yazıla bilər. Yəni bu 7 üstü 4 çünki 7-ni 4 dəfə özünə vurublar. Amma burada görürsüz ki, hə, tamamdır. 4, 1, 2, 3, 4, 5, 6, 7 dəfə özünə vururuq və bunu necə yazmış oluruq? 4 üstü 7 kimi yazırıq ki, müəyyənləşdirmiş olduq bunu. Davam edirik, 2-yə baxırıq. Yazır ki, qüvvə şəklində yazın və oxuyun. Burada 4 vurulsun, 4 vurulsun, 4. Necə edirik? Yəni bunu 4-ü 3 dəfə özünə vurduğumuza görə 4 üstü 3 yazmış olur. Və yaxud da ki, C variantda 20 4 dəfə özünə vurulub, bu 20 üstü 4 kimi yazmış oluruq. F-də baxırıq ki, neçə dəfə 6? 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə vurulub. Deməli 6 üstü 8 kimi yazmış oluruq. Bu qədər. Üçüncü tapşırığa baxırıq. Yazır hesablayın. Artıq burada qüvvətə yüksəltməni tapmağımız lazımdır. A-da məsələn 4 üstü 4-dür. Bu o deməkdir ki, 4-ü vurmuşuq. Burada yazaq da elə. 4 üstü 4. Bu da bərabərdir. 4 vurulsun, 4 vurulsun, 4 vurulsun, 4. Kubu edir 64. 64-ü də 4-ə vurmuş olsaq, yeyəcək 256. 256 etmiş oldu. Hesablamada diqqətli olarsınız. Məsələn, burada 4 üstü 5 var.
30 üstü 4 hesablamış olaq. 30 üstü 4. Bu nə deməkdir? 30 vurulsun 30, vurulsun 30, vurulsun 30. Bunu necə hesablayacağam? Bax, diqqətli olaq. Sıfırları qoyuruq qırağa. Neçə dənə? Bax, hər vuruqda bir dənə sıfır var. 4 dənə sıfır hasilə əlavə edəcəm. 3 vurulsun, 3 vurulsun, 3 vurulsun, 3, yəni 3 üstü 4 kimi hesablasaq, bu yeyəcək 81 etmiş olur. Yəni, buradan bərabəri də, yəni 3-ü 3-ə vuranda 9, 3-ə vursaq 27, 27-ni 3-ə vursaq 81, 81-i yazdıq mı? Hər vuruqda bir dənə sıfır var və 4 dənə sıfır əlavə etmiş oluruq ki, bu da olacaq neçə? 8 milyon 100 min etmiş olur da, tamam, 8 milyon 100 min. Bu qədər keçirik. Bir dənə də buradan yazmış olaq. 11 üstü 3 və yaxud da ki 11 üstü 3 olsun. 11 üstü 3. 11 üstü 3. Bu da bərabərdir. Yəni 11-in kubu olmuş o ki, bu 11 vurulsun 11 vurulsun 11'dir ki, bu da 1331 etmiş olur ki, burada yazır ki 1331, yəni ki 11-in kubudur. 3 dəfə özünə vurduq. 1331 alınmış olacaq. Digərlərində bu qayda ilə artıq sadəcə hesablamadır. Bunu da gözəl şəkildə yaza bilərsiniz. Keçirik növbəti ki, cədvəli tamamla. Bu cədvəl dəftərinizdə çəkiləcək. Onu tamamlamış olarsınız. Məsələn, n-in 2 üstü n, 3 üstü n. Deməli, 2-nin üstündə nə olacaq? 3-ü burada yuxarıda cədvəldə yazır. Yəni, n-in qiymətləri qarşısında var. Yəni, burada 2 üstü 1 zaten 2-dir. 3-də 3 etmiş olacaq. 2 üstü 2, yəni 2 vurulsun 2 eləyəcək 4. Bu, yəni 2-nin kvadratı, 3-ün kvadratı 9. 2-nin kubu 8 etmiş olur. 3-ün kubu 27 etmiş olur. 2-nin 2 üstü 4, yəni bu 16 etmiş olacaq. 3 üstü 4 81 etmiş olur. Daha sonra 2 üstü 5 32 etmiş olur. Bax, diqqətlə qulaq assaz, əslində çox bir şeylər ki, əldə etmiş olarsınız burada. Fikir verin, hər dəfə 2 dəfə artırıb cavabı yazırıq. 2 dəfə artırıb cavabı yazırıq. Məsələn, 81-i də 3 dəfə artıracam. O da 243 etmiş olur. Daha sonra 32-ni 2 dəfə artır. Deməli, 2 üstü 6 olacaq. Neçə? 64 olmuş oldu. Bunda 243-dən nə edəcəm? 3-ə vurmuş olacam. 240-ı vurmuş olsaq, yəni 3 üstü 6-dır da. Bu da edəcək 729. 729 etmiş olacaq. Daha sonra 2 üstü 7. Yəni burada 64-ü yaxşı yazaq. 64. 2 qatı 128 etmiş olacaq. Burada da 729-un 3 qatı yazılmış olmalıdır. Yəni 700-ü vursaq 2100 etmiş olur. 29-u da vuranda 87. 2187 cavabını aldıq. Daha sonra 128-in 2 qatı. Yəni 2 üstü 8. Bu 256. 2187-nin isə yəni 3-ə vurmuş olaraq ki, bu deyəcək 6000, yəni 3 üstü 8-i tapmış olur ki, 6000 eləyəcək 500 6561 6561 etməlidir. Səhv etmirəmsə 6561. Bunu sadəcə şifahi olaraq mən vururam. Ola bilsin ki, qaranlıq qalsın. Yəni buradan artıq davam etmiş olarsınız. Bu cədvəli bu şəkildə doldura bilərsiniz. Yuxarıdakıları 2-yə vura-vura davam edirsiniz. Bunları da 3-ü vura-vura davam etmiş olarsınız. Əlbəttə, şifahi hesablama zamanı nəsə düz hesablamaya bilərəm. Siz yəni bu hesablamanın qaydasını biləndən sonra davam etmiş olursunuz. 5-də yazır ki, boş xanaya uyğun ədədi müəyyən edin. Artıq burada yəni 2 üstü neçə yazmalıyam? 2-nin neçənci dərəcədən qüvvəti 16-ya, yəni yüksəltməsi 16-ya bərabərdir. Onu tapmam lazımdır. Bu şəkildə cavablandırmış olarıq ki, 64. 64 deməli 2-nin neçənci dərəcədən olmuş olur? Bu 6-cı dərəcədən olmuş olacaq. Burada 6 yazmış oluruq. Yəni normalda hesablamaq üçün əslində bunu belə yazırıq da. Yazılma üsulu belədir. 64 bərabərdir 2 üstü neçədir? Aşağıda yazır ki, 64 bərabərdir 2 vurulsun 2 4 vurulsun 2
8 vurulsun 2, 16 vurulsun 2, 32 vurulsun 2, 64. Neçədən oldu? 6 dənə üstünə 6 yazmış olarsınız. Yəni bu şəkildə və yaxud da bundan sonra da 2 üstü 6 yazarsınız. Burada yer yoxdur. 81 yazıb. 81 bərabərdir 3 üstü neçə olacaq? Bunu tapmağımız üçün yazaq ki, 81 bərabərdir 3 vurulsun 3 vurulsun 3, 27 vurulsun 3, 81. Bu da bərabərdir 3 üstü 4. Heç bunu yazmasaydı da olardı. 256 4-ün neçənci dərəcədən qüvvətə yüksəldilməsidir. Baxırıq ki, burada rəngini dəyişək. 256 bərabərdir 4 üstü neçə eləyəcək? 4 üstü neçə olacaq? Bunu tapmağımız üçün yazıq 256. Əslində buna ehtiyac yoxdur. Yuxarıda o boşxananı yazsaq da olar, yazmasaq da olar. Bərabərdir 4 vurulsun 4 vurulsun 4 vurulsun 4-ün 4-cü dərəcədən qüvvəti olmuş olacaq ki, bu da 4 üstü 4 kimi yazmış olarıq. Və digərində artıq siz özünüz tapmış olarsınız. Bu üsulla davam edərək mənə elə gəlsə çətinliyiniz olmayacaq. Növbəti öyrənmə bölümündə yazır ki, qüvvət daxil olan ifadələrin qiymətinin tapılması. Keçən video izahda əslində bu haqda danışdıq. Daha öncəki sinifdə də danışmışdıq. İfadələrdə qüvvət varsa birinci qüvvət hesablanmış olur. Yəni bunu yaddan çıxartmayaq. Birinci növbədə bunu başa düşmək. Mötərizənin içində olsa, düzdür, mötərizə birinci həll olunur. İçində qüvvət varsa deməli nə olacaq? Qüvvət həll olunacaq. Mötərizə kənarında qüvvət varsa, zaten mötərizə də varsa orada, mötərizə ilə həll olunanda eyni zamanda qüvvətin də açılmasıdır. Yəni ki, biz qüvvətləri açmalıyıq. Bunu hesablamalıyıq. Qüvvətə yüksəltməni yerinə yetirməliyik. Ondan sonra hesablama başlayacaq. Yəni bunu bilməyiniz lazımdır. Gəlin keçək tapşırıqlara. Tapşırıq 6-da görək nə deyir. Ondan sonra da davam etmiş olaraq. Ada yazır ki, 3 üstü 4 vurulsun 5 üstü 2. Yazaq buradan. 3 üstü 4 vurulsun 5 üstü 2. Bu bərabərdir. 3 üstü 4 eləyir 81. Yəni 3-ü 4 dəfə özünə vurduq 81 etmiş olacaq. Vurulsun 5 üstü 2 də. Bu da 25. Yəni 5 vurulsun 5 25 etmiş olur. Bu elə bir ki cavabı tapmış oluruq. 8100. Bu da 2025 etmiş olacaq. Səhv etmirəmsə 2025 cavabını alırıq. 81-i 25-ə vuranda 2025 etmiş olacaq. Daha sonra baxırıq ki, nə yazıb? 10 üstü 3 bölünsündür burada. 5 üstü 2. Yazırıq ki, 10 üstü 3 bölünsün 5 üstü 2. 10 üstü 3, yəni artıq bunu, onun qüvvəti haqqında 5-ci sinifdə məlumatımız var. Çox sadədir. Yəni 10 üstü 3 bu demək ki, 1-1-dən sonra neçə 0 olduğunu sanki göstərir üstündəki o dərəcə. Bu da eləyəcək 3 dənə 0. Yəni onun 3-cü dərəcədən qüvvəti 1000-ə bərabərdir. Bunda 5 üstü 2, yəni bunda kvadratı 25-ə bölmüş olaraq eləyəcək 40 cavabını almış olduq. B-ni yazmıram, C-yə baxmış oluruq ki, B-ni yazdıq da oradan. C-yə baxaq. C-ni yazmayaq, D-yə baxmış olaq. Mötərizə daxilində yazıb 3 üstü 2 mötərizə baxın, bu da kubu. Əvvəlcə mötərizə daxilində 3-ün qüvvətə yüksəldilməsini tapırıq. Bu eləyəcək 9, yəni 3 vurulsun 3 9 etmiş olur. Daha sonra da bunun kubun 9-un kubunu tapmış olur ki, bu da eləyəcək 729 etmiş olur. 729. Növbəti F-ə baxmış olaq ki, yazır 8-in kubu çıxılsın 3 üstü 4. 8-in kubu 512. Yəni 8 vurulsun 8 64. Bir daha da 64 də 8-ə vuranda 512. 512 çıxılsın 3 üstü 4 də 81-dir. Bunda 81-i çıxırıq artıq hesablamanı özünüz. 512-dən 81 çıxarsınız, yazmış olarsınız. Əslində çıxsam elə də çətin deyil. Yəni ki 431 yazaq da. Sonra 431. Davam edirik. Burada H-ı yazmış olaq. Mötərizə açılır. Gəl burada yazırıq. Mötərizə açırıq. 5-in kubu üstə gəlsin 5-in kvadratı
mötərizə bağlanır. Vurulsun 8 çıxılsın 4-ün kvadratı. Birinci mötərizə içində bunları açmış oluruq ki, 5-in kubu 125. Üstə gəlsin 5-in kvadratı da 25. Vurulsun 8 çıxılsın. İstəsə burada bunu da aça bilər. Məsələn deyək ki, 4-ün kvadratı 16. Yazsaq bunu deyəsə saxlansa da olar. Tamam, saxlayaq. Sonda yazmış olarıq. 4 üstü 2 kimi də saxlaya bilərik. İstəsək, yəni çünki bu müstəqil şəkildə qarşısında çıxma işarəsi olduğuna görə artıq bu bir çıxılandır. Bu onsuz da açılıb hesablanması lazımdır. 125 ilə 25 toplasaq edəcək 150. Vurulsun 8 çıxılsın 4-ün kvadratı indi olacaq isə 16. Bu da 150-ni 8-ə vurmuş olsaq edəcək 1200. 1200-dən də 16 çıxsaq edəcək 1184 etmiş olur. Səhv etmirəmsə, yəni şifahi hesablayıram. Hesablamanı özünüz yerinə yetirməlisiniz. Bir dənə də buradan nümunə yazmış olsaq, J-ni baxaq ki, nə yazıb. Yazıb 7,2 gəlin aşağıda yer saxlayaq özümüzün. Yazıb 7,2 bölünsün 2 vurulsun mötərizə daxilində 3-ün kvadratı üstə gəl 4-ün kvadratı bərabərdir. Burada da 7,2-ni bölsək 3,6 vurulsun. Yəni burada artıq hesabı istəsəz, yəni saxlaya bilərsiniz. Amma bu cür tamam saxlayaq. Sizin üçün də çaşqınlıq olmaz. Çünki birinci mötərizə neçə həll olunur? Mötərizə neçə həll olunur? Mötərizəyə qədər nə var? Olduğu kimi də saxlaya bilərik. 7,2 bölünsün 2 vurulsun. Mötərizə içində deməli 3-ün kvadratı eləcək 9, üstə gəlinsin 4-də bu da 25 etmir. Bir dəfəlik 16, yəni cavabı 25 eləyir. Nəysə, 7,2 bölünsün 2 vurulsun 25. Bu da bərabərdir. Zaten görsən, hara getsək sonda bu nəticəni hesablamamız lazım. 7,2-ni bölsək 2, 3,6. Bunu da 25-ə vurmuş oluruq. Bu da eləyəcək 900 etmiş olur. Səhv etmirəmsə 900 olmuş olacaq. 36-nı 25-ə vuranda 900 dedim. Çox dedim ki mən 90. Bir dənə sıfırı çünki vergüldən sonra burada vergi var 36-nı vurdum. 90 etmiş olacaq. Yenə də diqqətli olarsınız. Ola bilsin ki yanlış hesablaya bilərəm. Və sonda da bir dənəsini də buradan yazaq ki, bu kəsiləndir. Mötərizə daxilində yazıb ki, 8-də 5 vurulsun 4 üstü 2 çıxılsın 3 üstü 2 və bundan sonra da bu mötərizənin tamamı kubu bərabərdir. Birinci mötərizə hesablanmış olacaq. Amma birinci qüvvətə yüksəltmə mötərizə içində 8-də 5 vurulsun 4-ün kvadratı 16 çıxılsın 3-ün də kvadratı 9 etmiş olur. Bu da üstü 3 yazmış oluruq. Bərabərdir. 8 ilə 16 ixtisar getdi. Burada 2 qaldı. 5-i 2-yə vurduq. 10, ondan da çıxdıq. 9-u qalacaq. 1-in kubu da bərabərdir. 1 etmiş olacaq. Bu qədər sadə. Demək olar ki, tapşırıqların burada misalla daha 6-da misalların çoxunu yazıq. Digərlərində mənə elə gəlir ki, çox sadədir. Qulaq assanız bir neçə nümunədən sonra artıq özünüz rahat şəkildə hesablaya bilərsiniz. Bildirim ki, tapşırıqların tamamının yazılmamasının səbəbi, bir də bunu buradan deyim ki, bu tapşırıqlar, bu kitab digər kanalımda da izah olunmuş olacaq. O kanalda isə burada izah etmədiklərimi izah etmiş olacağım. Yenə də diqqətli olarsınız. Keçirik növbəti tapşırığa, görək 7-də nə yazır? Yazır, uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın. Aha, sözlərlə deyir ki, 1 və 3-ün cəminin 4-cü qüvvəti. Burada mötərizə daxilində 1 və 3-ün cəminin deyirsə, 4-cü qüvvəti üstüdür. Bunu da hesablamış olsaq, 4-ün 4 üstü 4-dür ki, bu da 256 etmiş olacaq. Daha sonra baxırıq ki, 5 üstü 3 və 2 üstü 4-ün fərqi. Deməli, burada yazırıq 5 üstü 3 çıxılsın 2 üstü 4 çıxmış olar. 5 üstü 3 yeyəcək 125 çıxılsın 2 üstü 4-də 16 etmiş olur. Bu da bərabərdir. Eləyəcək 109 olacaq. Səhv etmirəmsə 109.
109. 109. 4-ün 5-ci qüvvətinin 2 ilə hasili. Bunları deyəcəm, yəni siz artıq özünüz yazmış olarsınız. 4-ün 5-ci qüvvəti 4 üstü 5 deməkdir. Qüvvətinin 2 ilə hasili, deməli bunu nəyə vururuq? 2-yə. 3-ün 5-ci qüvvətinin qüvvəti bölünsün 27. 3-ün 5-ci qüvvəti, yəni 3 üstü 5 bölünsün 27. Bu şəkildə yazmış olduq. Bunları da hesablamış olarsınız. 8-ə baxırıq. Ya ki, ifadənin qiymətini tapın. İfadənin qiymətini tapmamız lazımdır. İlk öncə bərabərdir yazdıq. 5, bunu belə yazarıq. 5 vurulsun 15 ki, buradan yazaq. Sünsündə qaranlıq qalmasın. Yazıb ki, 5 vurulsun 15. Aşağıda yazıb 5-in kvadratı. Bərabərdir. Açırıq bunu. 5 vurulsun 15. Burada 5 vurulsun 5'dir. Bu 5 ilə bu 5 ixtisar getdi. Bu 5 ilə bu ixtisar gedəcək. Burada 3 qalmış olur. Bu da bərabərdir. 3 etmiş olacaq. Yəni aşağıda 1'lər qalır. 3 bölünsün 1. 3 etmiş olacaq. Digərinə baxırıq. B-ni yazmayaq. C-yə baxaq. Yazır ki 12 aşağıda 3'ün kvadratı çıxılsın 5 bərabərdir. Burada yazırıq ki 12 aşağıda 3'ün kvadratı 9 çıxılsın 5. Bu da bərabərdir. 12 9 5 çıxanda 4. Bu da 12'ni 4'ə bölmüş olsaq yiyəcək 3. D biraz uzun görünür deyə D-ni yazmaq istədim. Görək D-də nə yazır? Yazır ki, xətti çəkdik. 15 bölünsün 2'nin kubu bölünsün 4 üstəgəl 3 bərabərdir. Burada 15 qalır olduğu kimi. 2'nin kubu 8 bölünsün 4 üstəgəl 3. Bu da bərabərdir. Burada 15 yuxarıda qaldı. 8'i 4'ə böldü. 2 üstəgəl 5. Burada 5. 15'i də 5'ə böldük. Elədi 3. Və sondan ikisini də yazmış olun. Davam edək. Birinci bunu yazırıq ki, xətt çəkdik. Yazır ki, 4 vurulsun 5'in kvadratı. Burada üstəgəl var. Üstəgəlinsin. Var burada. Deməli 2'nin kubu vurulsun 50. Burada da 1, burada da 2'nin kubu yazırıq. Bərabərdir. İndi birinci buranı hesablamış olaq. 4 vurulsun 5'in kvadratı. 4 vurulsun 5'in kvadratı. Bir də yazaq da 25. Burada da 2'nin kubu edəcək 8 vurulsun 50. Vurma əməlidir də. Vurmaydı bəli. Üstə gəlinsin. Burada 2 eləyəcək 8 etmiş olur. 2'nin kubu. Burada da 1 qalmış olacaq. İndi ixtisar aparsaq 4 ilə burada 8 ixtisar getmiş oldu. Burada qalmış olacaq 1. Burada 2 qaldı. 25 ilə də 50. Burada 2 qalmış oldu. Burada da oldu 1. Deməli bərabərdə olacaq 4'də 1 üstə gəlinsin 8'də 1. Bu da bərabərdir. 4'də 1 eləyəcək 8'də 2 üstə gəlinsin 8'də 1. Bu da bərabərdir 8'də 3. Yazmış olduq. Və H-a da baxırıq ki, görək H-da nə yazıb. Bunu da buradan kəsir xətti çəkildi. 2 yuxarıdadır. Yazıb ki 4 bölünsün 2 üstə gəlinsin 2'nin kubu. Üstə gəl 5'də 4 bərabərdir. Yazırıq ki 4'ü 2'yə bölmüş olsaq eləyəcək 2 üstə gəlinsin 2'nin kubu 8. Əslində bunu bir dəfə yazdım. Nəsə yazdım. Üstə gəlinsin 5'də 4. Bu da bərabərdir. 10'da 2. Yəni 10'da 2 ixtisar aparsaq burada 1, burada 5 qalmış oldu. Üstə gəlinsin 5'də 4. 5'də 1 ilə 5'də 4. 5'də 5 etmiş olur. Bu da bərabərdir 1'ə. Yəni biraz ixtisar aparmış şəkildə yazdıq. Yəqin ki qaranlıq qalmadı. Demək olar ki çox hissəsini yazdıq. Digərlərində buna uyğun olaraq
tapa bilərsiniz heç bir çətinlik çəkmədən. 9 nömrəli tapşırığa baxırıq. Yazır ki, hesablayın və müqayisə edin. Müqayisə etməyimiz lazımdır. 2 üstü 4 üstündə yaza bildiklərimi üstündə yazdım. Digərlərində o tərəfdə, digər tərəfdə hesablamış olaram. Deməli 2 üstü 4 eləyəcək 16. 3 üstü 2 də eləyir 9. Deməli burada böyükdür işarəsi qoymuş olaraq. Daha sonra D-yə baxıram. 7 üstü 3. Yəni 7-nin kubu 343 etməlidir. 343 eləyir. Səhv etmirəmsə 3 üstü 6 da bu da elə bir ki 81 daha 3 üstü 6 yəni 9-un kubu 729. 729 səhv etmirəmsə burada da kiçikdir işarəsi olacaq. 343 7-nin kubudur. 49 343 bəli. Digər baxırıq ki, burada F-ə baxmış olaq, biraz uzun görünür. 5-in kubu 125, 125-dən 9-u çıxmış olsaq eləyəcək 116 burası oldu. 3-ün kubu 27, 27 deməli 4-ün kvadratı ilə 4-ün 16 və 9 25 etmiş olacaq da bu da səhv etmirəmsə. Çünki bura 9 oldu. Üstə 9 nədir? 3 görürəm. 2 gördüm bunu. 27 tamam. Bura 27-dir. Üstə gələnsin 16 olacaq da 4. 4 üstü 2 olanda 16 toplayanda bunları da 43 burası və yenə də əlbəttə ki böyükdür işarəsi. Və sondan burada H-ı yazaq, digəri qalmış olacaq. Onu da siz yazmış olarsınız. Gəlin bu H-ı burada hesablayaq. Yazıb ki, mötərizə içində 4-ün kvadratı çıxılsın 1, fərqinin kvadratı çıxılsın. Mötərizə açılıb belə. Kəsir xətti mötərizə açılıb 11 çıxılsın 1-in kvadratı və 1 üstəgəl 2-nin kvadratı bərabərdir. Gəl bunu görək ki, neçə eləyir. 4-ün kvadratı eləyəcək 16. 16-dan 1 çıxırıq, eləyəcək 15. 15-in kvadratı 225. 225. Bunu bir dəfəlik hesablamış oldum. Çıxırıq. 11-dən 1 çıxanda 10. Onun kvadratı eləyəcək 100. Onun kvadratı 100. Burada 1 üstə gəlsin. 2-nin kvadratı 4. Bu da 5 etmiş olacaq. Bu da bərabərdir. 225 çıxılsın. 100-ü də 5-ə bölmüş olsaq 20 etmiş olacaq ki, bu da 205 cavabını aldıq. Bura oldu 205. İndi digər tərəfi hesablayırıq. Digər tərəfi də başqa rəngdə yazaq. Yazıb ki, 9,6 bölünsün 8 vurulsun mötərizə içində 12-nin kvadratı üstəgəl 9-un kvadratı bərabərdir. 9,6-nı 8-ə bölmüş olsaq, 1,2 vurulsun. 12-nin kvadratı 144, üstəgəl 9-un kvadratı 81. Bu da bərabərdir. O 1,2 vurulsun. 144-ü üstünə 81 gəlmiş olsaq, eləyəcək 225 etmiş olacaq. 225 nəyə görə burada dayanmış olduq? Səbəb nədir? Bunu deyim. Bunu daha sadə şəkildə də hesablamaq olardımı deyə düşündüm. Ona görə bir qədər dayandıq, amma ehtiyac yoxdur qalsın. 12 çünki bildirim ki 9,6-nı mən 225-ə vurub 8-ə də bölə bilərəm. Yəni bu şəkildə ola bilər. Bərabərdir. 1,2-ni vurmuş olsaq, yəni 2-ni vuranda eləyəcək 0,2-ni vurmuş olsaq eləyəcək 450, yəni ki 45 etmiş olur. 45 etmiş olur. 45 o da 225 eləyəcək 270 eləyəcək. Səhv etmirəmsə bunları da vurduqda bir-birinə. Bildirim ki, hesablamalar yəni şifahi şəkildə olduğuna görə bəlkə də yanlışlıq da ola bilər. Burada nəsə 270 yazdıq və kiçikdir işarəsi qoyuruq. Digərlərində demək olar ki, bir neçəsi 4-ün yazım, 4-ü də 8-in 4-ün yazıb, 4-ü də siz yəni bu qaydaları bildiyinizə görə
bilməyiniz lazımdır. Bir çoxunuz məni təhqir də eləyir. Yəni daha öncəki video izahlarda da ki, niyə hamısını yazmırsan, biz köçürdək. Onsuz da mən izahlara həmin belə deyək də ailə tərbiyəsi görməyənlər üçün etmirəm. Onlar gedib digər hansı ki hamısını izah eləyib, sadəcə köçürmək üçün belə deyək də saxlayanlar gedib onları izləsinlər. Mənim məqsədim sizə nələrisə çatdırmaqdır və bu çatdırmaqla da nələrsə əldə edə bilərsiniz. Keçirik məsələlər var. Burada 10-cu məsələdə yazır ki, düzbucaqlı formasında olan parkın uzunluğu 2/7 metr, eni isə 5/3 metrdir. Parkın perimetri neçə kilometrdir? Deməli, biz perimetri tapmaq üçün eni ilə uzunluğun cəmini 2-yə vurmalıyıq. Bunun üçün də belə P bərabərdir yazaq. Açırıq. Uzunluğu 2/7. Üstə gəlinsin. Eni də 5/3. Topladıq, vurduq 2-yə. Bərabərdir. İndi mötərizənin için 2/7-ni tapmış oluruq ki, 2/7 nəyə bərabərdir? 128, tamam yazaq. 128. Üstə gəl 5-in də kubu 125. Vurulsun 2. Bərabərdir. 128 ilə 125-i toplasaq 253 eləyəcək. 253. Bu da vursaq 2-yə eləyəcək. 506. 506 metr etmiş oldu. Əla. Parkın sahəsi neçə hektardır? İlk öncə kvadrat metrlə tapmış olaraq, daha sonra da bunu hektara çevirmiş olaraq. Necə eləyirik? Burada 2/7 vurulsun 5/3 etmiş olacaq ki, bu da bərabərdir. 128 vurulsun 125 bərabərdir. Bunları da hesablayıb, gəlin hesablayaq, görək neçə eləyir. 128-i 125-ə vurmağımız lazımdır. Necə eləyəcəm? Mən bunu qısa şəkildə, şifahi şəkildə necə hesablaya bilərəm? 128, 8 dəfə azaldacam 128-i. 128-i 8 dəfə azaltmış olsam 16 eləyəcək. 16 yazdım. Digər vuruğu 8 dəfə çoxaldıram. Nəyə görə bu belə elədim? Çünki 125-in 8-ə vurulması 1000 etmiş olur. Və mən bunu 1000-ə tamamlamaq üçün 8-ə vururamsa, digər vuruğu 8-ə bölməliyəm. Çünki vuruqlardan birini neçə dəfə artıramsa, digərini həmin dəfə azaltmalıyım. 16-nı vururam 1000-ə, daha rahat yolla hesabladım ki, bu da 16000 etmiş oldu. 16000. 16000 nə kvadrat metr oldu və məndən hektarla soruşur. 1 hektar 10000 kvadrat metrə bərabərdir ki, bunun üçün də deyirik ki, bunu 10000-ə bölürük. Bu da 1,6 hektar etmiş olacaq. Parkın sahəsi neçə hektardır? Sualı ilə bizə müraciət etmişdilər. 11-ci tapşırıqdan davam edirik. 11-ci tapşırıqda nə yazır? Yazır ki, Samir təbrik edirəm, Samir. Təbrik edirəm. Sabah bu açıqcanı 3 dostuna göndər. Mətnini yazdı. O məktubu bayram açıqcası qoşub elektron postla 3 dostuna göndərdi. Məktubu alanlar hər biri xahiş yerinə yetirərsə, 4-cü gün açıqca neçə nəfərə çatar? 4 gün ərzində açıqca cəmi neçə nəfərə çatar? Bunu bizdən soruşur. Deməli, ilk öncə biz 4-cü gün açıqca neçə nəfərə çatar sualına cavab tapmalıyıq ki, 4-cü gün, sadəcə 4-cü gündən danışır. Biz bilirik ki, 1-ci gün 3 yolladı. Səhərsi yenidən bu 3 nəfər də 3 nəfərə yolladı. Bu 3-ü 3-ə vurmuş olarıq. Növbəti gün yenidən alınan, yəni neçə nəfərsə bunu təzədən 3-ə vurmuş oluruq. Bir də 3-ə vurmuş olsaq, yəni 4-cü günü tamamlamış olur ki, bu da 3/4 etmiş olur. 3/4 də bərabərdir 81-ə. 4 dəfə 3, bax 3 vurulsun 3. Elədi neçə? 9. Artıq 1-ci gün elə bir ki 3 nəfərə çatıb. 2-ci gün bu artıq 9 nəfərə çatmış. Bunları da yazaq da. Bu 1-ci gün, bu 2-ci gün, bu 3-cü gün, bu 4-cü gün. Bu şəkildə yazsaq daha yaxşı başa düşəcək. 1-ci gün 3 nəfərə çatıb. 2-ci gün 3 vurulsun 3. Eləyəcək neçə? 9, yəni 3/2 yazaq da.
3 üstü 2. Yəni bu şəkildə yazaq ki, 3 üstü 2 bu idi 9. Digəri olacaq 3 üstü 3. Bu oldu 27. Digəri oldu 3 üstü 4. Bu da bərabərdir eləyəcək 81. Deməli 4-cü gün 81 nəfərə çatmış oldu. Əla. Sonra bizə sonuncu sual verir. 4 gün ərzində açıqca cəmi neçə nəfərə çatar? 4 gün, yəni hamısı cəmi lazımdır. 3 üstə gəl 9, 12 üstə gəl 27. Deməli 3-ün üstünə 9 gəlsək, 12 üstə də 27 gəlmiş olsaq, 39. 39 ilə də 81-i toplamış olsa 120. 120. Deməli 4 gün ərzində cəmi 120 nəfərə çatmış olacaq. Cavabımız bu olar. Burada az öncə tapşırığı yazdıq, metrlə hesabladıq. İndi gözümə dəyişir. Burada kilometr. Buna fikir verməmişik. Yuxarı qalxaq. Biz metri aldıq burada, düzdürmü? Kilometrə çeviririksə, bu da deyəcək 0 tam. Biz bilirik ki 1 kilometr, burada 506 metrdir. 0 tam 1000-də 506 kilometr etmiş olacaq. Çünki oxuyanda burada gördüm ki kilometr yazılıb. Biz metrlə yazmışdıq. Bu gözümüzdən qaçıb bura qayıtmış olduq. Diqqətli olmağınız lazımdır. Nəzərinizdə çatdırım ki, bizim onlayn hazırlıq qruplarımız var. Onlayn hazırlıq qruplarımız əyani dərslərdən qat-qat üstündür. Yəni bunun şahidi olmaq üçün sadəcə bir sınaq dərsinə qoşula bilərsiniz. Ən mükəmməl şəkildə, ən sadə şəkildə tapşırıqlar yerinə yetirilmiş olacaq. Ən sadə şəkildə hazırlaşacağınızdan əmin olarsınız. Necə öz övladınızın necə hazırlaşdığını da izləyə bilərsiniz. Buradan məni izləyən bütün şagirdlərimə artıq neçə illərdir ki, mənimlə birlikdə olan şagirdlərimə də salamımı çatdıram. Onları çox istəyirəm və onları öz hazırlıqlarımda gözləyirəm. Keçirik sonuncu olaraq. Görək 12-də nə yazır. Yazır ki, hüceyrənin 2 hüceyrəyə bölünməsi prosesi mitoz adlanmış olur. Daha doğrusu adlanır. 2-yə bölünən hüceyrələr inkişaf edərək müəyyən müddətdən sonra hər biri yenidən 2 hüceyrəyə bölünür. Mikroskop altında bu proses müşahidə etmək üçün Petri fincanı adlanan şəffaf qablardan istifadə olunur. Təcrübəyə başlayan fincanda 24 hüceyrə var idi. Hər hüceyrə 1 saatda 2 hüceyrəyə bölünərsə, 1 saatdan sonra fincanda neçə hüceyrə olacaq? Daha sonra deyir ki, 3 saatdan sonra fincanda nə qədər hüceyrə olar? Bunu qüvvət daxili olan ifadə yazmaqla necə tapmaq olar? Bizdən soruşur. Birincisi çox asandır. 24 dənə hüceyrə var və hər bir hüceyrə 2 hüceyrəyə, yəni belə deyək də, hər hüceyrə 1 saatda 2 hüceyrəyə bölünərsə, o zaman hər biri 2 dənə olmuş olacaq və bu da 48 etmiş olur. Yəni ki, 24-ü vururuq 2-yə, bərabərdir 48. Deməli, 1 saatdan sonra orada 48 hüceyrə olmuş olacaq. Bunu bildik. Deyir ki, 3 saatdan sonra fincanda nə qədər hüceyrə olar? 3 saatdan sonra neçə hüceyrə olduğunu bizdən soruşursa, biz bilirik ki, 1 saata 48 idi. 2 saatdan sonra bu, belə deyək də, bu 1-ci saat, bu 2-ci saat, bu da 3-cü saat yazmış olsaq. 1-ci saatda oldu 48. Bunu bildik. 2-ci saatda bu 48-i hər biri yerində 2, bu 2-yə vurmuş olsaq, 96. 3-cü saatda 96-nı vurmuş olaraq 2-yə. Bu da bərabərdir 192 etmiş oldu. Deməli, tapdıq ki, 3 saatdan sonra 192 hüceyrə olmuş olacaq orada. Deməli, biz burasını tapdıq sadə yolla. Sonra bizə deyir ki, bunu qüvvət daxil olan ifadə yazmaqla necə tapmaq olar? Bunu artıq indi qüvvətlə. Deyək ki, bilirik ki, 24 nə vardı? Hüceyrə vardı burada. 1 saat var. Birincisi üçün deyək ki, bunu yazırıq. Necə olacaq? Bu 2-yə vurmuş olsaq, 2 üstü 1-i yazmırıq deyə, bu elədir 48. Bunun üçün belə bir şey. Amma 3 saatda nə qədər olacaq? Bunu 24-ü vurmuş olarıq
2 üstü 3'ə vurmuş olarıq. Çünki 3 saatda, hər saatda 2 qatı getmiş olacaq. Və bunu sırf bu sonuncunu yazmaq üçün buradan da yazıram ki, 24 vurulsun 2 üstü 3 şəklində yazmış olsaq ki, artıq qüvvət daxil olan ifadə yazmış olduq. Bu da bərabərdir. 24 vurulsun 2'ni 3'ə 2 üstü 3 8 etmiş olur. 8'ə vurmuş olsaq 192 etmiş olacaq. Doğru cavabdır burada da. 192 almışıq. Yəni dedim ki, orada 196 almışıq. Nəysə. Bu qədər. Növbəti video izahda görüşmə ümidi ilə hələlik sağ olun. Ümid edirəm ki, az da olsa yararlı oldu. Videoları bəyənməyi unutmayın. Onlayn hazırlıqlarımıza da qoşulmağı yaddan çıxartmayın.